Enes radıyallahu anhu buyurur ki, Allah Resulü sallallahu aleyhi ve selleme hansı sədəqənin daha əfsəl olduğu barəsində sual verildikdə, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurdu: Ramazan ayında verilən sədəqə. Bu hədisi İmam Tirmizi rəvayət etmişdir. Başqa bir hədisdə isə deyilir ki, oruç tutanın əməlləri qat-qat artırılar. Əbu Bakir bin Əbu Məryəm belə buyurur: Ramazan ayı gəldikdə sədəqə verməyi çoxaldın. Çünki sədəqənin mükafatı cihad üçün sədəqə vermək kimi Ramazan ayında qat-qat artırılar. Ramazan ayında bir dəfə Sübhanallah demək, digər aylarda deyilən Sübhanallah sözündən 1000 dəfə artıqdır. İbrahim Ən-Nəxai rahimehullah buyurur ki, Ramazan ayında bir gün oruç tutmaq, digər günlərdə tutulan oruclardan 1000 dəfə fəzilətlidir. Yenə bu ayda bir dəfə Sübhanallah demək, digər aylarda deyilən Sübhanallah sözündən 1000 dəfə fəzilətlidir. Bu ayda bir rükət namaz qılmaq, digər aylarda qılınan namazlardan 1000 dəfə fəzilətlidir. Bunun səbəbi nədir? Bunun səbəbi Ramazan ayının şərəfi, Ramazan ayının mükafatının çox olması, Ramazan orucunun İslamın 5 təməlindən biri olmasıdır.